Bu maaşlar məsələsini belə biz təyin edəndən sonra bizdə deməli gəlirik ən əsas məsələlərdən birinə, bizdə alışlar. Biz yəni alış eləmişik. Hələ bank əməliyyatından keçməyə alışlar eləmişik. Biz alışlar bölməsində daxil olma aktar qaymələr bölməsi var bizdə. Biz əgər burada, yəni bizim burada ən əsas istifadə etdiyimiz 3 variant var. Daxil olmada ya tək mallardır, ya xidmətlərdir, ya ki mallar xidmətlər komissiyadır. Əgər bizə tək maldırmı, mallar ambara oturur, xidmətlər birbaşa xərcə düşür. Maldırsa, yəni mal alarıq, bizim qaymə gəlib, vergi sistemindən götürdük qayməmizi hamısını, biz nə edirik? Hansı tarixli? Məsəl üçün 2024-01-01-də, məsəl üçün də, hansı ambara mədaxil edirik bunu? Əsas ambara. Layihə zorunda, layihə zorunda, əsas ambara. Kontragent kimdir bizdə? Kontragent bəlkə yaratıq 111-də bizdə. Yoxdur. Kontragent yoxdursa, heç orada yaratmaya heç yoxdur. Bax, kontragent, bax, burada kontragent. Bax, bunu deməli, bastıq bu düyməni, basarıq plus işarəsinə. Heç oraya qayıtmırıq. Kontragent kimdir? Yazırıq da məsəl üçün də, kimdir onu yazırıq. Vöyünü nədir? Onu qeyd edirik, kontragentin vöyünü də. Elədiksə, yaddaşı yazma müqaviləsini də qeyd eləməliyik. Kontragentin müqaviləsi. Müqavilə varsa, müqaviləni yaradıq, müqaviləsiz, müqaviləsiz elədik. Getdik bizə halata müqaviləsi. Əsas ambara gəlir. Əlavə etmək. Biz, məsələn, TT-yə, yəni ki, malımız bizim yoxdur, əlavə edirik. Hansı mal, nə gəlib ondan? Gəlib kontragentdən dikt. Düzdürmü? Yoxdur bizdə elə bir malda. Bu yeni gələn maldır. Gedib onu biz oradan yaratmırıq. Dikt yazdıq. Burada heç nə yox. Plus şərəsi yoxdur. Plus şərəsi nə? Bir dənə. Elədik. Dikt nə ilə gəlir bizə? Məsəl üçün metrə ilə. Kvadrat metrə ilə, kubla, məsəl üçün bizə kvadrat metrə ilə qoy gəlsin. Dikt. Yazdıq bir dikti, yaddaşa yazdıq, getdi. Gəldi dikt. Gəlib nə qədər? 10 kvadrat. Qiyməti nə qədərdir? 500 manat. Məbləği elədi 5000, ədəvi ilə 900 ədəvisi, burada 5900, cümlədə ədəvi 900. Biz bunu keçirəndə, ayın tarixini qoymuşuq, keçirdik. Biz bunu vermişik 205 bizim əsas ambara. Bunu biz atdıq bizim əsas ambara, yəni ki, biz ambarımıza mədaxil edirik. Biz bunun dekadasına baxsaq, məsəl üçün, görərik ki, bizim bu keçirdiyimiz əməliyyat, yəni ki də, biz bunun gəlibdir 5000 manat, bizim 5000 manatlıq mal gəlib oturub, qarşı tərəfdən almışıq, oturub bizim 205 ambara, 9 manatdakı 240 olacaq, bu bizim əvəzləşən ədəvimizdir. Bunu elədik, keçirdik, bağladıq. Biz indi bu əməliyyatı eləyəndən sonra biz hesabatlar üzrə, hesab üzrə dövriyyə sadr cədvəlinə yaxınlaşsaq, orada daxil olsaq, biz bu ambar qalıqlarından görə bilərik. Amma yaxşısı buradandır. Biz buradan 205.01-i yoxsa əllə yazım da 205.01. Biz buradan ambarda olan malları seçsək, biz bunu formulaşsaq, biz görəcəyik bizim ambara biz mədaxil eləmişik. Bu bizdə 2023, bizim 2024-də idi. Ayın tarixinə qüvvət verin, yəni ki, diqqət verin. Biz baxacaq ki, biz ambara mədaxil elədik bayaq, məsəl üçün biz bu mühasibət uçotunda qiyməti 5000-dir, miqdarı 10 dənədə. Yəni ki, birini 500 manatdan biz mədaxil eləmişik. Yəni, burada tənzimləmələrdə də əgər istəmirsinizsə, məbləği görə tək məbləği buradan götürüb formulaşdırırsınız, baxırsınız sizin miqdarınız, məsəl üçün ambara nə qədər mədaxil eləmişsiniz 10 dənə. Və yaxud mən miqdarı yox, tək məbləğini bilmək istəyim, bunu da formulaşdırıram, baxıram mənim məbləğim nə qədər olubdur ambara. Mənim ambarda debitdə diktim var 5000 manat.
yaratdıq. Düzdürmü? Bax, bu ambar məsələsi, bu gələn qaymələr də ki, bunu ki, bir də gələn qaymələrin bir şeyini də deyim. Əgər gələn qaymələrdə bizim bu qaymə, əgər xaricdən mal alırsa, valyuta ilə hamısı, onun əgər EGB-si varsa, yəni ki, bunun gömrük bəyannaməsi varsa, həmin malı işləyəndən sonra bura, əsasında yaratma, biz bunun DQB tutumlarına keçirik. Yəni, bu malı mən almışam, mən bunun gömrük bəyannaməm də var da, onu işləməliyəm. Aksizi yoxsa, aksizi ortadan götürülür. Biz burada gömrük bəyannaməsinin, gömrük kimdir? Gömrük, seçirik onu. Bizdə gömrük, məsəl üçün, Bakı Baş Gömrük İdarəsidir. Yoxsa onu yaradırıq. Yəni, Bakı Baş Gömrük İdarəsi, onu yaratdıq, elədik. Gömrüyü yazırıq. Gömrük bəyannaməsinin nömrəsini yazırıq. Depozit varsa onu qeyd edirik. Cərimə varsa cəriməni qeyd edirik. Sonra biz burada DQB-yə gələndə biz görürük ki, bizim gömrük dəyəri, malımız dikdir 10 dənə. Biz burada gömrük yığımını qeyd edirik, gömrük bəyannaməsi üzrə. Bizim rüsumumuz neçə faizdir, onu 10-dur, 14-dür, faizsizdir, onu eləyirik. Öz avtomobil rüsumu hesablayacaq və ədəbisini hesablayacaqlar. Onu da ki, biz bölürük. Valyuta ki, biz seçirik, məsəl üçün də, burada, bundan qabaq. Yəni, bizdə bu gömrüyü biz eləyəndə, DQB-li eləyəndə də, biz baxacaq bu əsas bölmədə, bizim valyuta nə ilə gedir? Dollardırmı? Yəni ki, AZN deyil. Bizdə məsəl üçün dollardan gedir, məsəl USD 1.70 ilə gedir başında. Evroda hansı kurslandır? Biz onu təyin edirik həmin kursla. Keçiririk mallar üzrə, yəni miqdar üzrə. Biz onu bölürük hamısını. O ilə də bütün bizim ambara mədaxil olan mallarımız, yəni ki, əgər idxaldırsa, onların, çünki bizim o ödədiyimiz o rüsumlardır, bunlar hamısıdır, malların məbləğinin üstünə gəlməlidir. Bu məsələdə belə, alışlar bizdə bu cür.